Heç düşünmüsünüz, niyə bir tənqid 10 tərifdən daha çox yadda qalır? Və ya niyə pis bir hadisə günlərini, bəzən həftələrini zəhərləyə bilir? Buna səbəb beyindəki negativity bias adlanan bir şeydir. Yəni, beyin təhlükəni daha tez və uzun müddət yadda saxlamağa meyillidir. Çünki min illər əvvəl əcdadlarımızda təhlükəni yadda saxlamaq, yaşamaq demək idi. Məsələn, bu meşədə ayı var, bu suda timsah var və s. Amma indi isə bu mexanizm bizə təhlükəni yox, stresi, əsəbi, qorxunu, gərginliyi, hətta depressiyanı belə daşıyır. Məsələn, işimizdə alınmayan bir şey, eşitdiyimiz pis bir söz, oxuduğumuz negativ bir xəbər, bunlar hamısı beyində təhlükə kimi yadda saxlanılır və bizi stresə soxur. Ələxüsusda oxuduğumuz negativ xəbərlər, sanki sosial şəbəkələrdə səhifələrin işi ancaq bəd xəbərlər, cinayət xəbərləri paylaşmaqdan ibarətdir. Sanki bizi stres altında saxlayıb əsəbimizdən pul qazanırlar. Bu qədər olmaz axı qardaş. Dünən mənim bir saat ərzində Facebookda 10-a yaxın cinayət xəbəri qarşıma çıxdı. Nə bilim, filankəsə asdı, kəsdi, öldürdü. Bu xəbərlərin bizə nə faydası var? Ona görə nə etmək lazımdır? Beynimizi qınamaq əvəzinə bu tip bütün günü mənfi xəbərlər paylaşan səhifələri izləmədən çıxarmaq lazımdır. Mənfi, bəd insanları ətrafımızdan uzaqlaşdırmaq lazımdır. Mənfi xəbərləri görəndə maraqlanmıram butonuna basmaq lazımdır. Unutma ki, beyin səni qorumaq istəyir. Sadəcə bəzən lazımsız qorxu yaradır. Beynini, zehnini idarə et ki, sağlam olasan.